heykəllərin, antik baş heykəllərin ştrixləməsi haqqında, ton salması haqqında sizə məlumat verəcəm. Keçən videolarımızda Veneranın, Diananın və digər heykəllərin eskizləri var. Dediyim kimi, mən özüm qabiliyyət imtahanında heç işləmədiyim bir heykəl işlədim və ondan uğurlu bir nəticə əldə etdim. Yəni, qaydanı bilirdim, necə qurmaq lazımdır bilirdim, ölçü məsələlərini bilirdim, necə tonlama etməyə lazım olduğunu bilirdim. Ağız, burun, qaş, yəni hər bir elementi xırda detallarına görə işləmişəm, sonra keçmişəm heykələ. Yəni, dediyim kimi, bunları işlədikdən sonra, yəni siz heç işləmədiyiniz bir heykəli işləyə bilərsiniz. Çünki nə? Qaydasını bilirsiniz. Qaydanı bildikdən sonra dalanı, yəni asanlıq formada uğurla yerinə yetirə bilərsiniz. İndi sizə sürətli formada Veneranın qurulması haqqında göstərəcəm. Amma kanalda bunun tam versiyası yerləşdirilib. Diqqətlicə ona baxaraq tam aydın şəkildə başa düşə bilərsiniz. Mövzumuz ştrix olduğuna görə sadəcə burada qısa formada sizin üçün göstərirəm. Bəli uşaqlar, gördüyünüz kimi mən buradan komponovka etmişəm. Köməkçi xəttlərini silmişəm və hər dəfə demək istədiyim bu hissəni indi deyirəm sizə uşaqlar. Mən uşaqlara deyirəm ki, hansı hissəni tünd görürsənsə, o hissənin xəttlərini, konturlarını bilindir. Baxın, bilirəm ki, bu istiqamətdə Veneranın saçı, gözün iç hissəsi, ovallığı, burnun alt hissəsi, dodağın orta hissəsi. Bilirəm ki, bu hissələrdə tündlük var. Yəni, ştrixləyəndə mən o istiqamətdə onu yavaş-yavaş ton verərək tündləşdirəcəm. Bunu daha asan olması üçün biz risonokda da bunu hiss elətdirməliyik. Risonok dediyim bu xəttlərdir uşaqlar. Amma bilin ki, kontur xəttlərini ştrixləyəndə biz nə edirik? Yavaş-yavaş itiririk və oradakı elastikliyi yavaş-yavaş hiss elətdirməyə başlayırıq. İndi bunda da belə. İlk növbədə biz ştrix dərsimizdə, burada da qeyd etdiyim kimi, orada da necə eləyirdik? Neytral vururduq. Yəni, ümumi ştrixləyirdik. Baxın uşaqlar, alt hissədən başlayıram. Burada biraz xəfif bildirmişəm. Sadəcə sizə o kontur məsələsində necə tünd eləmək lazımdır, onu başa salmaq üçün bunu elədim. İndi mən yaxşıca oturub sizə göstərirəm. Baxın, bu formada neytralı vururam. Çox incə, zərif, tələsmədən. Neytralın nə olduğunu bilirsiniz. İndi gördüyünüz kimi neytral ümumi tona salmaydı. Burada qətiyyən tünd atmıyor xəttləri. Baxın, kamerada da çox zəif görsənir. Ümumi atıram. Baxın, bu uşaqlar formada ümumi neytral vurdum və burada ikinci hissə çox önəmlidir. Pozan vasitəsilə işıq kölgəni, həmin o parlaq hissələri bilindirməkdir. Zaten onların üstündən ştrixlə tona salacaq. Sadəcə bunu edirək ki, bizi daha asan olsun. Mən görürəm ki, mən nə edirəmsə onu da eləyim. Bəzi hissələrdən məsələn neytralı vurdum, hamısını göstərmədim də neytral. Neytral hamısı ümumi vururam. Orada qeyri-adi bir şey eləmirəm. Amma burada bir-bir göstərirəm hansını tündləşdirirəm, hansını pozduram. Baxın bu formada. Ümid edirəm kamerada görürsünüz. Baxın bu işıq hissələri yumuşaq. Belə eləyəndə daha asan olacaq. Bir videoya baxmaqla kifayətlənməyin uşaqlar. Digər videolara da baxın. Əlavə internetdən axtarın. Baxın, bu alt hissələri görürəm ki, açıldı. Məndə işıq üstdən gəlir deyə mən gördüyüm hissələri nə edirəm? Pozuram. Formada bu alt hissəni, burnun üst hissəsi ağdır. Bir karandaşdan istifadə edərmiş kimi. Pozan təkcə səhvləri pozmaq üçün deyil, bu məsələlərdə də bizə kömək edir. Bu olub çənəsinin bu istiqamətində. Buradan artıq görürəm ki, bilmirəm kamera niyə hər dəfə ağarır, belə olur, bilmirəm. Bu istiqamətdən tutun. Yine iniş. Aha, bu formada yavaş yavaş
Sonra dodağın üst nahiyəsi, burnun qıraq hissələri, deyim kimi çənə, buradan da şu. Çox da incitmirik işimizi. Zaten axırda yenə pozandan istifadə edərik. Yəni o pozun hissələri ön plana çəkərik. Şu. İndi götürürük karandaşımızı. Və uşaqlar, gördüyüm kimi mən bu alt hissəni tünd görürəm. Artıq başlayıram haranı tünd görürəmsə nisbətən onu tündləşdirməyə. Baxın bu formada. Bu xətti görürsünüz, bu xətti. Mən o xətti itirirəm. Buradakı xətti görürsünüz, orada da elə həmçinin. Baxın, belə xəttlərdən istifadə edirəm. Baxın, karandaşı necə tutmuşam. Çəçələ barmağım vərəqin üzərindədir. Sərbəst formada belə aparırım. Sonra bu xətti yavaş-yavaş itirirəm. Min dənə xətt atmayın. Bir istiqamətdə getsinlər. Buradakı da aydındır ki, formada aparacaqsınız. Altdan bu həmin xətti ki var, onu yavaş-yavaş kamera hər dəfə ağarır. Bilmirəm səbəbini. Baxın, artıq ştrixləməni sadəcə neytral vurdum, pozandan istifadə etdim, yavaş-yavaş indi tündləşdirirəm. Və burada bu hissəni uşaqlar çaşır. Bəzən belə-belə aparırlar. Doğrudur əslində, elə də apara bilərsiniz. Amma bu çənənin bu alt hissəsini belə aparıb, belə getməyin. Ümumi bu formada aparın, baxın. Burada iki cür ştrix olur. Dediyiniz bu qayda yanaki vuracağıq. Bir də ovalvari aypara formasında aparacağıq. Bu iki ştrixin birləşdirərək istifadə edirik. Və bunu çox yumuşaq formada. Baxın, karandaş necə istifadə edirəm. Və alt hissədən bax, burada alva xəttlər eləmişəm, onu pozuram. Yəni bu formada yuxarıya doğru gedir. Dediyim kimi o xətt eləyirəm indi və saxlayıram. Hələ ki biraz buradan işləyirəm, biraz buradan işləyirəm, biraz gözündən başlayıram, biraz saçından. Artıq ümumi işini eləmiş oluram, ştrixləmiş oluram. Bir də bu saç hissəsində də belə aparacaqsınız ştrix. Baxın. Təzədən üstündən vuracaqsınız. Avtomatik saç nə oldu? Arxaya doğru meylədi. Elə də buradakı kimi də elə. Bunlar ön planda deyil. Bizim ön planda olan hissəmiz saçımızdır. Veneranın saç hissəsidir. Baxın, ümumi atıram belə. Çox da tündləşdirmək ehtiyac yoxdur. Baxın, bu hissə ki var. Bu hissədən isə ştrixləri baxın bu formada aparırıq. Görürsünüz necə? Aparırsınız. Əsas məsələ bu qaş kimi görünən hissə var. Zaten qaşı. Heykəllərdə qaş falan görsənmir o qədər. Sadəcə bir xətt qoyulur. Bir qalınlıq, hamarlıq olur orada. Bir elastiklik olur. Sadəcə o hissəni yavaş-yavaş nə edirik? Bir dəfə tündən başlamırıq. Yəni işi tam bitirmirik. Biraz buradan, biraz oradan dediyim kimi. Texnika budur uşaqlar. Yəni bəzi uşaqlar şey eləyirlər. Deyirlər ki, mənə tünd eləyim geçsin də. Axı niyə? Plus səhvə tez yol verirsiniz. Biz qaydaları başa salırıq ki, siz asan formada bu işi işləyin. Baxın bu formada. Bax, xətti necə aparıram, belə-belə aparıram. Yumuşaq. Bu hissədən tündləşdirirəm və
Gözün alt çuxur hissəsi var. Burada biraz eləmişəm, tona vermişəm. Onu belə yumuşaq formada apar. Bu formada yumuşaq. Və burnun bu hissəsi ki var. Baxın bu uşaqlar bu iştirakı belə gedir. Ümumi sizə göstərirəm. Sonra yenə bitmiş halını yenə göstərəcəm. Biraz ümumi. Çünki bir əlimdə telefon var deyə incidir. Ümumi necə vurduğumu göstərirəm. Sonra yenə göstərəcəm necə elədiyimi. Baxın bu istiqamətdə məndə tünd gedir. Avtomatik bu hissəni tündləşdirməyə başlayıram. Bax bu çənə hissəsinə baxın. Formada belə aparır və düz aparır. Bax belə gedir. Yumuşaq, çox yumuşaq. Elə bir siz bunu yonursunuz, siz bunu hamarlayırsınız. Plus o dərinliyi də hiss elətdirəcəksiniz. Hələ çox iş var. Saç hissəsinə gələndə, bax saçlarla bir ümumi danışaq. Ümumiyyətlə saçı istəyəndə dərinliyi vermək vacibdir. Məsələn, biz bir ümumi vuranda belə uşaqlar xırda detallarına kimi hiss elətdirirlər. Əlbəttə ki, olar. Amma bir də əsas məsələ var. Bu xətt kimi qalıb bu. Bu düzgün deyil. Biz onun yanında ştrix formalıyıq. Formanı tapmaq üçün bax yanına itirməliyik onu. İtirmə deyəndə uşaqlar pozmanı nəzərdə tutur. Onu elə demirəm. Sadəcə o kontur görsənməməlidir. Sadəcə gözümüzü qıyanda, baxın bu formada, yumuşaq formada, baxın, tona salıram. Daha da həmin o xətt sizin dilində desək, xəttləri, həmin o risimlikləri, konturları yavaş-yavaş bitiririm. Ümumi bir forma tapıram. Mən gedib bunu üstündən xətt desəm olmadı ki bu. Bu rəsm. Biz bunu həcmli formada göstərməliyik. Artıq ştrixləmək tam fərqli bir şeydir. Rəsmlə işləmək tam fərqlidir. Forma tapıram və dərinlik, baxın, indidən sadəcə 2-3 dənə xətt vurdum və yavaş-yavaş o dərinliyi hiss olunur. Qulağının alt hissəsində də elə. Yavaş-yavaş nə edirik? Tündləşdiririk. Kamera hər dəfə qaralır şey olur mu? Baxın, bu hissədən də, baxın, belə iştirik yapır. Barmağı necə tutmuşam? Baxın uşaqlar bu formada. Yəni dediyim sizə üsuldan nisbətən elədiyim xətt və formaları əsasən mən bunu 2-3 dəfə təkrarlayırsınız. 2-3 dəfə deyəndə biz əsasən 3 mərhələli formada olur. Birinci neytral, sonra işıq kölgənin təyin olması, sonra tündləşdirməsi. Mən hələ ki işıq kölgəni tam aydın formada dəqiqləşdirməyə çalışıram, işləməyə çalışıram. Və bu gördüyünüz bu xəttlər ki var, onları nə etmək istəyirəm? İtirməyə bu formada tonlama üsulu ilə növbəyini itirirəm. Necə ki, qulağın ardındakı o xətt var idi, artıq xətt deyil, ştrixlə ona forma vermişəm ümumi. Saçında da həmçinin uşaqlar başlayırlar mismarvari xəttlər atırlar. Onlar görsənməməlidir. Yavaş-yavaş işimizi gips kimi yumuşaq detallarla növbəyini işləyirik. Və burada ağ xəttlər görəcəksiniz. Onu pozan vasitəsilə, baxın bu formada işıq kölgəni təyin edirsiniz və o formada da yumuşaq formada işləyirsiniz. Nəyə görə deyirəm yumuşaq? Çünki uşaqlar tünd eləməyi, tündləşdirməyi çox sevirlər. Tündləşdirməyin mənası yoxdur uşaqlar. Bu ağ bir materialdır və sadəcə siz buradan üzərində işıq kölgəni təyin edirsiniz. Mən bunu çox qaralda bilərəm. Amma bu gips olmaqdan çıxır. Elə bir dəmirdir, metaldır və ya taxta üzərində heykəl hazırlayıblar. Amma bu gips yaxı, yumuşaqlı, bu konturlar ki var, onları artıq nisbətən itirirəm. Və bu ön hissəsində bu xətt ki var, baxın bu formada.
itirmə buna deyirik uşaqlar. Yan bayan xəttləri vurursunuz və onu həcmli formada xəttləri yayırıq əslində. Yəni yayırıq, itirir. Burada müstəvi çox önəmlidir uşaqlar. Müstəvini çalışın, işləyin, yerini qoyun, nə qədər görürsünüzsə və orada da ştıqlamayı unutmayın. Baxın, əlinizi sərbəst formada idarə edin. Belə saxlamayın. Uşaqlarda görürəm, bir dəfə belə xətti vurur, belə xətti vurur. Ayşə, bunu bir dəfə belə apar getsin də, yəni. Ümumi aparın, ümumi. Yəni, ümumi aparın uşaqlar, ümumi aparın. Yine onu poza yordum. Baxın, bu formada. Yavaş-yavaş mən bunu daha da tünləşdirəcəm. Bu dərinliklər var, gözün alt çuxur hissəsi. Baxın, bu formada. Dərinlik yaradıram. Bilirəm ki, bu hissədə də elə. Və sonra pozan, burada önəmlidir pozanın. Bu alt hissələri işıqlandırıram. Baxın. İndi kamerada nətər görsən, onu bilmirəm, amma belə bu formada. Burnun üst hissəsi dediyim kimi pozanla. Yəni dediyimiz kimi nə demişdik? Pozan təkcə səhvləri pozmaq üçün deyil uşaqlar. Baxın, bu sağ tərəfdən tünləşdirəm. Və bu hissələrdə indi fona vuracağım. Artıq daha da işimizi konkretləşdirməyə davam edəcək. Və burada dodağı işləyərkən uşaqlar dodağı necə işləyirlər? Bax, xətti bu formada. Alt dodağı da alta doğru bu formada aparacaqsınız. Sonra bu alt hissədən də nə edəcəm? Ümumi həqiqətən vurduqdan sonra indidən göstərim. Buradan onun işıq kölgəsini təyin edirəm. Bax, dodağı necə avtomatik. Bu üst dodağında işıqlı yoxdur, altda biraz var bu yanlarda. Yavaş-yavaş ön hissəyə çəkirəm. Çox da ağırlıq eləmir. Ümumi bir formanı əmələ getiririk. İndi fonu işləyəndə də əlbəttə ki, bilirsiniz. Bəzən deyirlər fonu işləməyin, ehtiyac yoxdur deyirlər. Mən tərəfdar deyiləm. Nəyə görə? Ağappaq vərəq qalmamalı uşaqlar məncə. Mənim hal-hazırda fonum qaradır. Bəlkə sizə imtahanda da elə oldu. Ümumi bir tona salın. Sadəcə qaraltmaya üstünlük verməyin. Sadəcə tona salın. Sonra yavaş-yavaş itirin. Karandaşı necə tutmayınızdan çox şey asılıdır. Sərbəst formada idarə edin. Arada götürün bir dənə vərəq. Düz xətt çəkin, əyri xəttlər çəkin. Əlinizi sərbəst formada idarə etməyi öyrənin. Dediyim kimi, yenə biraz da tünləşdirəcəm və pozan vasitəsilə bu hissələri ön plana çəkəcəm. İndi açıqdır hələ ki, işimiz hələ də üzərində işlənilməlidir. Buraları mən biraz da tünləşdirəcəm. Və həmin bu xətt dedim ha, xətt kimi görünən hissələri itirəcəm. Elə bir, biz əsas 7 ton deyil, 7 tonun 7'sini də burada göstərəcəyik. Həcmli formada işləyəcək. Bəli
uşaqlar, Veneranı bitirdik. Sadə formada sizin iştiraklədim. Yəni bəsit formada. Ümid edirəm başa düşmüsünüz. Yəni daimi formada məşq eləyin, sərbəst formada karandaş idarə etməyi bacarın və əlinizi yəni götürüb başqa, nə bilim, HB-dən istifadə edin. Bir də F karandaşlarından açıq, daha çox açığa, tündə qaçmayın. Çünki tündə etmək çox asan olur. Əsas necə eləyirdik? Açıqdan tündə doğru meyl eləyirdik. Burada da gördüyünüz kimi işıqları necə apardım bir videoda göstərdim. Demək olar ki, bəzi hissələrini kəsdim uzun vaxt getməsin deyə. Yəni siz də işləyin deyə. Baxın bu formada, yumuşaq formada. Baxın, yəni uzaqdan baxanda gipsin forması artıq bilinir ki, gipsdir bu. Bəzi uşaqlar çox tünd eləyir, həddindən artıq. Bir dəmirdir, dəmiri yonublar, heykəli, Veneranı işləyir. Amma burada da ağlı hər biri aydın formada görsənir. Bu formada uşaqlar, digər heykəlləri eləmədim. Çünki gördüm ki, uşaqlardan da yəni, qeyd edənlər olmadı, istəyənlər olmadı. Ona görə iştirakləməyə daha çox meyl elədilər. Mən də bu formada videonu sonlandırıram. Digər videolarımızda görüşənədək hələlik dostlar.